Nərimanovda Təbriz küçəsində 17 mərtəbəli binanın 7-ci mərtəbəsində 140 kvadrat ölçülü yeni təmir olunmuş 3 otaqlı bir mənzili sizlərə təqdim edirəm. Hal-hazırda mənzilin qonaq otağını görürsünüz. Baxın, dördbucaqlı şəkildə belə bir geniş, işıqlı, tam əşyalı və texnikalı bir qonaq otağı. Təmir zamanı keyfiyyətli inşaat materialları əsasında təmir olunmuş çox gözəl bir mənzili sizlərə təqdim edirəm. Xahiş olunur sona qədər izləməyi, videonu bəyənməyi unutmayın. Burada mənzilimizin dəhliz giriş qapısı yerləşir. Baxın, giriş qapıdan daxil olduqda sol hissədə güzgülü açarlıq hissə, sanitar qovşağı, çamaşırxana otağı və digər hissədə isə 2 yataq otağı, qonaq otağı və mətbəx hissə yerləşir. Burada mənzilin birinci sanitar qovşağı yerləşir. Lazım olan aksesuarlarla tam şəkildə təmin olunub. Bu hissədə mənzilin qardırob və çamaşırxana hissəsi yerləşir. Baxın, lazım olan hər bir detal düşünərək tam şəkildə düzəlib. Burada sağ hissədə tam boy tavana qədər yığılmış qardırob hissəsi, divarda daraq və güzgü işləmələrdən və sədəf boyadan istifadə olunub. Baxın, bu şəkildədir. Dəhliz hissəmiz döşəmə qranit mərmər və istifolla təchiz olunub. Uşaq yataq otağımız, mətbəximiz, qonaq otağımız, əsas yataq otağı yerləşir. Əsas yataq otağını sizlərə təqdim edim. Baxın, belə bir gözəl yataq otağı yerləşir burada. Proyektdə itki yoxdur. Çox gözəl bir proyektə malikdir. Yataq otağı üçün də lazım olan hər bir detal düşünülərək tam şəkildə təsis olunub. Kondisioneri, make-up masası, yataq dəsti, tam tavana qədər mebel, yataq arxalığı işləməsi, gömmə qardırobu və daxilində sanitar qovşaq olan hamam tualet hissəsi. Baxın, bu şəkildə çox möhtəşəm bir təmirdir. Təmir dizayn əsasında təmir şirkəti tərəfindən yüksək keyfiyyətlə və tərzlə təmin olunub. Bunu sizlərə qeyd edim. Yataq otağının tam qarşısında qonaq otağının yanında mənzilin gözəl geniş bir mətbəx hissəsi. Baxın, mətbəx hissənin gözəlliyini görürsünüz. Bütün otaqlarda və mətbəxdə kondisioner mövcuddur. Mətbəx və qonaq otağından eyni eyvana çıxış hissə yerləşir. Baxın, mətbəxin gözəlliyini görürsünüz dəyərli izləyicilərimiz. Həqiqətən də bu mənzili bəyənməmək mümkün deyil. Hər bir detal düşünərək tərzdə təmin olunub. Baxın, qonaq otağını bir daha sizlərə təqdim edirəm. Böyle keçirəm mənzilin uşaq yataq otağını sizlərə təqdim edərək mənzil haqqında tam məlumatı və qiyməti sizlərə qeyd edəcəm. Burada isə mənzilimizin 3-cü otağı olan 2-ci yataq otağı, yəni uşaq yataq otağı kifayət qədər geniş sahəyə malikdir. Burada da hər bir detal düşünərək tam şəkildə təchiz olunub. Baxın, gördüyünüz kimi iş masası, yataq dəstləri və daxilində uşaqlar üçün qardırob hissəsi. Baxın, belə bir qardırob hissəsi var. Baxın, bu şəkildədir. Mənzilimiz Nərimanovda Təbriz küçəsində, Kənar ilə isə Çapayevdə 17 mərtəbəli binanın 7-ci mərtəbəsində 140 kvadrat ümumi sahəyə malik, qanuni 3 otaqlı, tam təmirli, əşyalı və texnikalı təmirdən sonra yaşayış olmayan çox gözəl bir mənzili sizlərə çəkib təqdim elədim. Qiymət 495 min manat başlanğıc qiymətdir və real alıcıya endirim olunacaq. Açar məndədir. Gün ərzində mənzilə əyni şəkildə baxmaq mümkündür. Mənzil haqqında bu qədər. Növbəti çəkilişlər və mənzillərdə görüşənədək Allah alana və satana xeyir versin.